Bakıda bacısının ərinin üzərinə benzin töküb yandırmaqla onun ölümünə səbəb olmaqda təqsirləndirilən Məhrəm Hüseynzadənin cinayət işinin bəzi detalları məlum olub. Hadisə 2025-ci il may 29-da gecə saatlarında paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. Belə ki, Məhrəm Hüseynzadənin bacısı ailə-daxili münaqişələr və həyat yoldaşı Zəhmət Əhmədovla yaxşı münasibətlərinin olmaması səbəbindən ataskilə geri qayıdıb. Zəhmət Əhmədov da sərxoş halda onların yaşadığı ümana gələrək orada səs-küy yaradıb. Qonşular narahat olmasın deyə Məhrəm bacısının ərini sakitləşdirmək üçün aşağı düşüb və onu öz maşınına mindirib oradan uzaqlaşdırmaq istəyib. İttiham haqqında göstərilib ki, onlar yola düşüb və yolda aralarında sözlü mübahisə olub. Məhrəm bacısının ərinin boynundan tutaraq onu diri-diri yandıracağını deyib. Onlar Nərimanovdakı Lukoil adlı yanacaq doldurma məntəqəsinə gələrək idarə etdiyi avtomobili platformadan bir qədər kənarda saxlayaraq yerə düşüb avtomobilin yük yerindən Zəhmət Əhmədovun üzərinə tökməsi üçün yanacaq almaq məqsədi ilə 1 litrlik ağ rəngli plastik qabı götürüb və operatora verib. Yanacaq dolduran zaman Zəhmət qabı operatordan dartaraq götürüb içərisindəki benzini öz başına və üzərinə töküb. Məhrəm isə Zəhmət Əhmədovu aldadaraq söhbətlərini qıraq yerdə davam etdirməyi bildirməklə onu platformadan bir qədər kənarda saxladığı avtomobilin yanına tərəf aparıb. 29 may 2025-ci il tarixdə saat 02:36-da avtomobilin qarşısına çatdıqda anidən yarımçönmüş vəziyyətdə dayanaraq sağ əlindəki alışqanla Zəhmət Əhmədovun üzərinə ataraq yandırıb. Zəhmət ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Bununla da Məhrəm Hüseynzadə Zəhmət Əhmədovu xüsusi amansızlıqla qəsdən öldürüb. Məhkəmə istintaqı dövründə Məhrəm Hüseynzadə ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilməyib. Onun sözlərinə görə bacısının əri ilə dostluq münasibətləri olub. Bacısının əri həyətlərinə gələrək qışqıran zaman onu evə girməyə təklif edib. O Zəhmətə onlarda qalmasını və sabah söhbət etmələrini təklif edib. Zəhmət isə bununla razılaşmayaraq evə getmək istədiyini bildirib. O bacısının əri ilə bir yerdə evdən çıxıblar. Onlar yollarına davam edərkən Zəhmət ona maşını yanacaq doldurma məntəqəsinə sürməsini deyib. Məhrəm isə Zəhmətə benzin lazımdırsa maşınında tam dolu benzin olduğunu və ora getməmələrini bildirib. Zəhmət benzinin evdə lazım olduğunu bildirib. Onlar yanacaq doldurma məntəqəsinə gediblər və o maşınında olan qabı doldurması üçün Zəhmətə verib. Məhrəm benzini yerdə saxlayacağından öz maşınını da yanacaq doldurma məntəqəsində aralıda saxlayıb. Məqsədi benzini yerdə saxlamaq və Zəhmətlə birlikdə onun evinə getmək olub. Həmin vaxt onlar benzini qaba doldurduqları anda Zəhmət anidən qabı şlankdan çəkib öz başına boşaltmağa başlayıb. Başına benzin tökən zaman Zəhmət özünü yandıracağını deməsini Məhrəmə bildirib. Həmin vaxt onlar duruxub qalıblar. Məhrəm əlini atıb maşını idarə etmək istədikdə Zəhmət ikinci dəfə başına benzin töküb. Bundan sonra təkrar özünə benzin tökəndə Məhrəm Zəhmətə tərəf qaçıb əlindən tutmağa çalışıb. Qolundan tutmağa çalışan kimi Zəhmət alovlanıb. Məhrəmin vəkili Arslan Mikailov müdafiə çıxışı edərək bildirib ki, cinayətin nə vasitəsilə törədilməsi məlum deyil və bu istintaqla da müəyyən edilməyib. İş aparan müstəntiqin prosesə gələrək ifadə verməsi ilə bağlı vəsadət verməyimizə baxmayaraq, təəssüflər olsun ki, təmin edilmədi. Cinayət işində kifayət qədər boşluqlar var və şikayətimizi digər instansiya məhkəmələrinə verəcəyik. Xatırladaq ki, Məhrəm Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham rəsülülüb. Bakı Arzu Nətər Məhkəməsinin hakimi Aytən Əliyevanın çıxardığı hökmə əsasən Məhrəm Hüseynzadə 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Ergin Qafarov isə məhkəməyə təqsirləndirilən şəxsin 18 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.